Hər vaxtınız xeyirli olsun. Bizdən soruş layihəmizin artıq 3-cü buraxılışı ilə qarşınızdayıq. Bu dəfəki mövzumuz isə yol nişanlarıdır. Elə məhz bu səbəbdən də qonağımız yol nişanları şöbəsinin müdiri Vüsal Xıdırovdur. Vüsal bəy, necəsiz? Hər vaxtınız xeyir. Təşəkkür edirəm. Mən də sizi salamlayıram. Vüsal bəy, hazırlıqsa elə ilk sualımızdan başlayaq. Buyurun, əlbəttə. İzləyicilərdən biri yazıb ki, şəhərin mərkəzi küçələrindən birində yaşayıram. Xüsusilə gecə saatlarında avtomobillərdən gələn yüksək musiqi və siqnal səsləri sakinlər üçün ciddi narahatlıq yaradır. Bu problemin qarşısını almaq məqsədi ilə belə halları məhdudlaşdıran və ya qadağan edən hər hansı yol nişanının mövcud olub-olmaması ilə maraqlanıram. Əgər belə bir nişan varsa, onun həmin ərazidə quraşdırılması üçün hansı quruma müraciət etmək və hansı prosedurları yerinə yetirmək lazımdır? Əlbəttə ki, Azərbaycan Respublikasının yol hərəkəti haqqında qaydalarında bu nişan öz əksini tapmışdır. Nişanın tətbiqi əsasən məktəb, xəstəxana və sanatoriya ətraflarında quraşdırılır. Ümumilikdə səs siqnallarının verilməsi ümumi qaydalarda qadağandır. İstisna o hallarda ki, qəza şəraiti yarana biləcək hallarda vermək olar. Bundan əlavə Azərbaycan Respublikasının Yerüstü Nəqliyyat Agentliyinə müraciət oluna bilər. Tərəfimizdən həmin əraziyə baxış keçirilir və ehtiyac bildiyi halda tədbir görülə bilər. İkinci sualımız isə belədir, yol nişanları haqqında ətraflı və həmçinin yeni yol nişanları haqqında məlumatları hardan əldə edə bilərik? Azərbaycan Respublikası yol hərəkəti haqqında qanun, eyni zamanda normativ aktlar, standartlar internet resurslar üzərindən, e-qanun üzərindən və aidiyyatı qurumların internet saytı üzərindən əldə etmək mümkündür. Şəhər və rayonlarda artan nəqliyyat axını nəzərə alınaraq yeni yol nişanlarının quraşdırılması hansı meyarlar əsasında planlaşdırılır? Vətəndaş müraciətləri bu qərarların qəbulunda nə dərəcədə nəzərə alınır? Ümumilikdə Respublika arasında müvafiq yol nişanlarının dəyişdirilməsi, yol hərəkəti təhlükəsizliyi səviyyəsinin artırılması istiqamətində bir neçə mərhələdən ibarət işlər aparılır. Birinci mərhələ ondan ibarətdir ki, dövlət 2025-2030-cu illərdə Bakı şəhərində və ətraf qəsəbələrdə infrastrukturun yaxşılaşdırılması üzrə dövlət proqramı əsasında və digər tərəfdən aynanın il ərzində planlanması əsasında və bir də yerli rayon və kənd qəsəbələrdən daxil olmuş məktublar və eyni zamanda tərəfimizdən də həmin monitorinqlərin daimi olaraq aparılması əsasında da bu məsələlər mərhələli şəkildə aparılır. Mövcud yollarda, yol şəbəkələrində istismar müddəti bitmiş yararsız yol nişanları da mütəmadi olaraq və mərhələli şəkildə yeni standartların tələbinə uyğun olaraq müvafiq yol nişanları quraşdırılır. Vüsal bəy, növbəti sualımız da bəncə sualdır. Vətəndaşlar yazır ki, bizlər vətəndaşlar olaraq öz yaşadığımız ərazidə və mütəmadi istifadə etdiyimiz küçə və prospektlərdə küçənin tam təhlil edilib, yol nişanlarının auditin aparılması zamanı təkliflərimizi verməyə hazırıq. Bu barədə müraciət məktublarımızda da bildirmişik. Zənnimcə, ərazidə istənilən layihənin tətbiqi, xüsusilə nişanlanma zamanı yerli sakinlərin təklifi və iradlarının dinlənilməsi daha yaxşı nəticələrin əldə edilməsinə köməklik edə bilər. Yəni, siz yol nişanını quraşdırdıqda vətəndaşlardan öz fikirlərini, təkliflərini alırsınız, almırsınız? Adətən bu proseslər bu formada aparılır. Vətəndaş müraciətləri bizə daxil olduqda qeyd edilən layihələr çərçivəsində də vətəndaş müraciətlərinin də nəzərə alınır. Növbəti sualımız belədir. Şəhər daxilində istənilən küçə və prospektlərdə məlumat lövhələrinin sayı olduqca azdır və ya nadir hallarda rast gəlinir. Qonşu ölkələrdə, məsələn Türkiyədə məktəb, polis şöbəsi, notariat, ətraf kənd və qəsəbələrə aparan istiqamətlərin işarələndiyi kiçik lövhələrə rast gəlinir. Bizdə bu cür nişanların tətbiqi nəzərdə tutulur. Hesab etmirəm ki, bizdə bu məlumat lövhələrinin sayı azdır. Biz kifayət qədər bu məsələdə təhlillər aparmışıq. Regionlarda, yollarında çay, kənd, qəsəbə və digər adlar daxil olmaqla biz bunları hal-hazırda da quraşdırırıq və mərhələli şəkildə də gedir. Bakı şəhərində də bu istiqamətdə işlər gedir. Az öncə qeyd etdiyim kimi 2025-2030-cu illər dövlət proqramında da bu öz əksini tapmışdır.
Növbəti sualımız isə belədir. Dünyada mövcud nəqliyyat şəbəkəsinin təkmilləşməsi ilə yeni növ nişanlanma, yeni standartlara uyğun yol nişanlarının tətbiqi həyata keçirilir. Bəs ölkəmizdə də yeni standartlara cavab verən yol nişanlarının tətbiqi və quraşdırılması nəzərdə tutulurmu? 4.1.2 sağa hərəkət və 4.1.3 sola hərəkət yol nişanlarında dəyişiklik edilməsinə baxmayaraq, nə üçün hələ də bu nişanlar quraşdırılmır? Məlumat üçün deyim ki, ümumilikdə dünya təcrübəsi daimi olaraq izlənilir və onun tətbiqi məsələləri ölkəmizdə müzakirələr aparılır və müzakirələrin nəticəsində olaraq bu normativ hüquqi sənədlərdə əksini tapdıqdan sonra biz onun icrasına başlayırıq. Qeyd edilən yol nişanları, sağa və sola hərəkət nişanları isə bu məsələnin də tətbiqinə biz başlayacağıq. Hazırda bu mərhələdə istismarı başa çatmış yol nişanlarının əvəz olunanda biz bunu edirik. Bundan əlavə, hazırda da bilirsiniz ki, bizim yeni standartlarda bütün nişanların hansı ki tətbiqinə ehtiyac var, həmin ərazilərdə biz onu tətbiq edirik. Yol nişanları quraşdırılarkən onların bəzi hallarda səkinin ortasında yerləşməsi, nişanların bolt şuruplarının boşalması və nişanların yerindən düşməsi və başqa hallara tez-tez rast gəlinir. Lakin nişanların bərpası yalnız vətəndaş müraciətlərindən sonra mümkün olur. Nişanların tez-tez yoxlanılması və auditun aparılması niyə gec-gec aparılır? Məlumat üçün bildirim ki, Respublika ərazisində monitorinqlərin, yol nişanlarının bərpası müəyyən səbəblərdən naməlum şəxs və ya şəxslər tərəfindən və yaxud da hansısa bir təbiət hadisəsi nəticəsində əyilmiş, sınmış və qırılmış yol nişanlarının bərpa edilməsi istiqamətində tərəfimizdən monitorinqlər aparılır və bu monitorinqlər nəticəsində həmin nişanların bərpası həyata keçirilir. Bundan əlavə, bu işlərin daha sürətli və daha tez baş verməsi üçün tərəfimizdən yeni bir sistem yaradılmışdır. Bu yeni sistem avtomobillərin üzərində müəyyən süni intellekt vasitəsilə quraşdırılmış kameralar vasitəsilə də həyata keçirilir. Həmin nişan yoldakı bütün məlumatları avtomobilin üzərində quraşdırılan kameralar vasitəsilə sistemə daxil olur və həmin sistemdə əməkdaşlar tərəfindən baxış keçirilir və qeydiyyatları aparıldıqdan sonra icraçılara bunun bərpası ilə bağlı göstərişlər verilir. Növbəti sualımız isə belədir, Vüsal müəllim. Paytaxt ərazisində tez-tez yol nişanlarının yenilənməsi, zəruri yerlərdə yeni yol nişanlarının quraşdırılması barədə məlumatlar paylaşılır. Bəs şəhər ətrafı, kənd və qəsəbələrdə, xüsusilə Abşeron rayon ərazisində yerləşən yaşayış məntəqələrində yol nişanlarının quraşdırılması barədə işlərin daha ləng getməsinin səbəbi nədir? Hesab etmirəm ki, bizdə bu məsələlər ləng gedir. Mən sizə statistik məlumatlar deyə bilərəm ki, biz 2025-ci ildə 32 minə yaxın yol nişanları quraşdırmışıq, 407 ədəd ilkin göstərici yol nişanları quraşdırmışıq. Eyni zamanda işğaldan azad olunan ərazilərdə yeni layihələri icra etmişik. M-indeksli avtomobil yollarında kifayət qədər müvafiq nişan və nişanlanma xəttləri həyata keçirmişik. Qeyd edilən Bakı və ətraf qəsəbələrdə də bu məsələlər öz həllini tapır, layihələndirilir və aidiyyatı qurumlarla və eyni zamanda Nəqliyyatı Əlaqələndirmə Şurasında bütün strukturlarla bu məsələlər müzakirə edilir və müzakirələrin nəticəsindən sonra, qərar protokolundan sonra bu məsələlər də olunur. Hazırda Bakı şəhərinin ətraf qəsəbələrində də biz bu tipli layihələrin artıq icrasını yekunlaşdırmışıq və digər küçə və prospektlərdə də bu işlər davam etdirilir. Növbəti sualımız da elə məhz Abşeron rayonundan gəlir. Vətəndaş belə bir sual verir. Tərəfinizdən bir çox yollarda T və L tipli dirəklər üzərində yol nişanları quraşdırılır. Lakin bunlar əsasən magistral yollarda quraşdırılsa da onlara birləşən və ya kəsişən yollarda quraşdırılmır. Məsələn, M1 magistralına birləşən Vaz, Masazır və Xırdalan dairəsi və onlara birləşən Xırdalan, Masazır, Binəqədi yollarında nə üçün yol nişanları quraşdırılmır? Məsələn, Xırdalan şəhərindən Masazır kənd dairəsinə daxil olan bir avtomobil Sumqayıt, Bakı və ya Masazır istiqamətinə hansı yolla gedəcəyini
necə bilməlidir? Ən azından kiçik ölçülü məlumat lövhələrinin quraşdırılması nə üçün həyata keçirilmir? Bildirəm ki, bizdə M1 indeksli avtomobil yolunda qeyd edilən ilkin göstərici yol nişanları, LTP tipli adlandırdığımız nişanlar quraşdırılıb yekunlaşmışdır və ona birləşən hansı ki, vətəndaşın qeyd etdiyi hissədə isə hal-hazırda yeni yolun salınması və yol ötürücüsünün inşası mərhələsindədir. O işlər də yekunlaşdıqdan sonra həmin hissəyə L tipli biz məlumat yol nişanları quraşdıracağıq. Bundan əlavə digər hissələrdə isə tərəfimizdən artıq kiçik lövhələr, istiqamət göstərici lövhələr də quraşdırılır. Sonra bildiyimiz kimi bu dairələrdə hər dairəyə məsələn giriş-çıxış fərqli olur. Bəzində sən gözləyirsən, bəzəndə girdikdə sən gözləyirlər. Məsələn, burada elə olur ki, yəni bu yol nişanları tam səni aydınlatmır. Məsələn, əsas yol göstərilmir, heç bir yol nişanı olmur. Sadəcə önündəki avtomobil nə reaksiya verirsə, necə hərəkət edirsə, bilmədiyin bir ərazidirsə, sən də ona baxıb o cür hərəkət edirsən. Yəni bunlar üçün ən azından məsələn bütün dairələrdə sizin əməkdaşlardanmı ya auditmi ora bir nəzarət eləyirmi, baxırmı ki, məsələn burada hansı stop işarəsi olmalıdır, məsələn başlıq işarəsi olmalıdır, gözləmək olmalıdır. Bunlar məsələn çox yerdə bizim belə rastımıza gəlmir. Bununla bağlı belə bir məlumat verim ki, ümumiyyətlə dairəvi hərəkətlərdə və digər kəsişmələrdə üstünlük nişanlarının təşkil edilməsi prosesi birinci növbədə orada mütəxəssislər yolun hərəkət hissəsində istiqamətlərdən gələn nəqliyyat vasitələrinin intensivliyi ölçülür. Baş yolun təyin edilməsi prosesi bu intensivliyin əsasında olur və digər tərəfdən əgər intensivlik az müşahidə edilərsə, o hissəni biz gözləmə nişanları və stop nişanları ilə əhatə edirik. Amma bundan əlavə yaxşı olardı ki, biz tövsiyə edirik ki, bizim dəyərli sürücülərimizə yollarda hərəkət intensivliyinə uyğun hərəkət yox, yol nişanlarının tələblərinə uyğun olaraq hərəkəti müəyyən etsin. Çünki biz adətən yolda hərəkətdə olan zaman hərəkət iştirakçısı kimi yoldakı bizə verilən qaydalar, yəni nişanlar nə formadadırsa, biz onun tələblərinə uyğun olaraq hərəkət etməliyik. Mən də onu deyirəm ki, məsələn, dairələrdə yol nişanları yoxdur. Yəni biz hər dəqiqə məsələn sürücülər yol intensivliyinə baxıb hərəkət etməməlidir də. Yolda baxmalıdır, görməlidir ki, bu nişan var və o nişana uyğun da hərəkət etməlidir. Və bir çox dairələrdə də bu şey rast gəlmir. Məsələn, Biləcəri dairəsində belə bir nişan yoxdur. Digər başqa dairələrdə, məsələn, Biləcəridə ümumiyyətlə yol hərəkəti qaydalarında belə bir yanaşmalar var. İstənilən halda izah edim ki, məsələn, siz hərəkət etdiyiniz zaman orada heç bir nişan görmürsünüzsə, artıq bu yol hərəkət qaydalarının digər belə deyim də qanununa əsaslanırsınız. Siz əgər nişan görmürsünüzsə, avtomobilin sağdan gələn avtomobilə yol verməklə hərəkəti təmin edirsiniz. Amma əgər bildirdiyiniz kimi həmin yerlərdə o nişanlar ümumilikdə yoxdursa, biz o məsələlərə baxıb müvafiq nişanları tətbiq edə bilərik. çox həll olur. Təşəkkür. Sonra növbəti sualımız isə belədir. Biraz uzun sualdır, amma yenə də səsləndirəcəm. Tərəfinizdən həyata keçirilən son layihələrdə əsas diqqət çəkən məqam şübhəsiz ki, yol nişanlarıdır. Xüsusilə 5.8.1 zolaqlarda hərəkət istiqamətləri yol nişanlarının quraşdırılması ilə bağlı bir çox sual doğuran məqamlar var. Belə ki, bu nişanların bəzi hallarda yolun üzərində E tipli dirək üzərində quraşdırıldığını görsək də, bəzən yol kənarında görüş məsafəsindən kənarda quraşdırılır. Məsələn, Şamaxınka layihəsindən sonra 20 yanvar küçəsinin bir tərəfli hərəkət təmin edilən hissəsində bu nişan yerüstü piyada keçidinin yanında Moskva prospekti ilə kəsişmədə quraşdırılıb. Beləliklə, Moskva prospektindən sağa 20 yanvar küçəsinə dönən nəqliyyat vasitələri bu nişanı görə bilmir. Yaxşı olardı ki, bu nişanlar əksər hallarda yolun üzərində L tipli dirək üzərində asılsın. Hətta bu nişanlarla birlikdə üstünlük və məcburi istiqamət bildirən yol nişanlarının da bəzi küçələrdə yol üzərində asılması daha yaxşı olardı deyə bildiriblər. Tərəfimizdən yollarda layihələndirmə aparılan zaman
bu hər iki nişanın istifadəsinin, hər iki nişandan istifadə olunur. Belə ki, görmə məhdudiyyəti olan kəsişmələrdə 5.8.2, yəni zolaqların üzərində istiqamət göstərici yol nişanları quraşdırılır. Lakin görünməsində məhdudiyyət olmadığı halda səkilərdə bu nişanlar, yəni 5.8.1 quraşdırılır. Bizim hal-hazırda AYNA tərəfindən layihələndirilən bütün bu layihələrdə çalışırıq ki, sürücülərin öncədən hərəkət zolaqlarını düzgün tutması üçün bu nişanlardan istifadə edək. Sizin qeyd etdiyiniz məsələyə biz yenidən əməkdaşları cəlb edərik. O hissədə görmə məhdudiyyəti əgər yaranarsa, qeyd edilən zolaqların üzərindəki məlumat, zolaqlar üzərindəki hərəkət istiqamətini bildirən nişanı təşkil edərik. Müəyyən bir nüanslar olur ki, yol nişanları qalır ağacın arxasında, hər hansısa bir yerlərdə, yəni heç gözdən kənar bir yerdə olurlar və sən bunu istəsən belə görə bilmirsən və çatdıqda artıq görürsən ki, burada yol nişanı var imiş. Yəni bunu necə aradan qaldırmaq olar? Bunları necə olmaması üçün nələr etməliyik? İlk olaraq onu bildirim ki, yol nişanları standartların tələbinə uyğun olaraq quraşdırılır və səkilərdə. Bu quraşdırılan yol nişanları müəyyən müddət keçdikdən sonra orada ağacların o nişanın önünü bağlayır və bu ilə bağlı tərəfimizdən əməkdaşlar ərazidə baxış keçirirlər. Ehtiyac olduğu halda nişanın daha öncə və yaxud da yerini müəyyən formada dəyişdirilməsi işləri aparılır. Bundan əlavə olaraq isə həmin yol nişanlarının qarşısına keçən ağacların budanması və aqrotexniki işlərin aparılması üçün biz aidiyyatı struktur bölmələrə, aidiyyatı quruma daha doğrusu məktub ünvanlayırıq ki, bu məsələdə də bizə dəstək göstərsinlər. Yaxın günlərdə bu məsələdə öz həllini tapar. Bu daimi ildə bir dəfə aqrotexniki qulluqlarla bağlı biz tərəfdən məktublar göndərilir. Müsəlman, bununla da vətəndaşlardan gələn suallarımız yekunlaşdı. Bəs sizin şöbə olaraq bu il ərzində məqsədləriniz nələrdən ibarətdir? Vətəndaşlara hansı yeniliklər gözləyir? Məsələn, bu son icazə verməklə dönmək olar layihəsi, nişanı çox danışıldı və həqiqətən də təqdirə layiq bir layihədir və vətəndaşları belə bir yeni layihə gözləyirmi və hansı yeniliklər olacaq? İlk öncə bizə sual göndərən vətəndaşlara öz təşəkkürümüzü bildiririk. Yol Nişanlar şöbəsi hər il qarşısında duran prioritet məsələləri müəyyən edir. Bizim bu illər qarşımızda duran məsələlərdən vacibləri M indeksli avtomobil yolları və respublika əhəmiyyətli avtomobil yolları və şəhərlər və rayonların daxilində olan yollarda yol hərəkətinin təşkilini və təhlükəsizliyinin artırılması istiqamətində işlərin görülməsidir. Hal-hazırda bizim bu istiqamətdə işlərimiz davam edir. Mütəxəssislərimiz tərəfindən yerli və beynəlxalq təcrübələr daimi öyrənilir. Həmin təcrübələri çalışırıq ki, respublika ərazisində tətbiq edək. Məqsədimiz bundan ibarətdir ki, yollarda təhlükəsiz hərəkəti, intensiv hərəkəti təmin edək. Hal-hazırda bizim işğaldan azad olunmuş ərazilərdə də böyük quruculuq işləri görülür və orada yolların, kəndlik və qəsəbələri birləşdirən yolların layihələndirilməsi, yeni nişanların, nişanlanma xəttlərinin təşkili istiqamətində işlər aparılır. Müsəlman, təşəkkür edirik. Çox sağ olun gəldiyiniz üçün, bizim suallarımızı tam səmimi cavablandırdığınız üçün. Biz isə yekunlaşdırırıq. Növbəti buraxılışımızın mövzusu isə taksi fəaliyyətindən bağlı olacaq. Odur ki, aktiv olun və suallarınızı şərh bölməsində qeyd eləməyi unutmayın. Hələlik.